Ramazan ayının elə əvvəlindən insan öz islahı üçün çalışmalıdır. Hər saatı, hər dəqiqəni qənimət bilmək lazımdır. Doğrudan da ələ düşməyən bir fürsətdir. Birinci gecədən, birinci gündən başlayaraq insan fürsəti özünə qənimət hesab eləməlidir. Vaxt, zaman keçdikdən sonra insan heyfslənir, ay bitəndən sonra narahat olur ki, niyə görə mən bu fürsəti dəyərləndirmədim, niyə görə bu fürsətdən lazımi şəkildə istifadə eləmədim. Birinci gecədən hədislərdə qeyd olunur ki, artıq Allahın rəhməti yer üzünə nazil olmağa başlayır. Xüsusilər bağışlanır. Sonra yavaş-yavaş rəhmət genişlənir və ümumi hər kəsi əhatə etməyə başlayır. Qədr gecəsində artıq hamı gəlir və insanlar çoxalır. Amma Ramazan ayının ilk günlərində xüsusi insanlar, az sayda insanlar görürsən ki, lazım olduğu şəkildə Allah qapısına gedir, münacat eləyir. İlk gündən, ilk gecədən insan düşünməlidir ki, qarşıda olan ay çox dəyərlidir, çox münasib bir fürsətdir. Ramazan ayı haqqında danışarkən bunu xüsusi vurğulamaq yerinə düşür ki, Ramazan ayı Allaha yaxınlaşmanı asanlaşdırır insan üçün. Ramazan ayı Allaha gedən yolu asanlaşdırır, günahdan çəkinməyi asanlaşdırır. Peyğəmbərimiz Şabaniyyə xutbəsini danışandan sonra Əbu Zər çox sevindi, çox şad oldu. Bəzi hədislərdə Cabir ibn Abdullahla bağlı bu var. Gəldi dedi ki, nə yaxşı bu ayda hamı bağışlanır, nə gözəl haldır. Peyğəmbər buyurdu ki, düzdür, yaxşıdır, amma çətinlikləri də var. Çox da asan deyil. Ramazan ayının özünə məxsus çətinlikləri də var. Maraqlıdır, Ramazan ayının asanlığı nədədir, çətinliyi nədədir? Bugün icazə versəz bir neçə dəqiqə bu mövzuda danışaq ki, Ramazan ayının asanlığı nədir, çətinliyi nədədir? Buna diqqət ayıraq. Ramazan ayı Allaha yaxınlaşmaq üçün yolu asanlaşdırır. Misal üçün, kim bu ayda bir ayə Quran-ı Kərimlə oxuyarsa, başqa ayda Quranı xətm etmiş kimi olur. Yəni, təsəvvür edin, bir dənə oxudun, Qul huvəllahu əhəd, elə bil ki, bir Quranı başdan ayağa xətm etmiş kimisən. Quranı oxumuş kimisən. Və yaxud da Peyğəmbər buyurur ki, duaukum fihi müstəcab. Dualarınız bu ayda müstəcəbdir. Dualarınız qəbuldur. Allah şərt qoymur ki, dua üçün filan şərt. Dua eləyin, qəbul olunacaq. Və yaxud da buyurur ki, əməlləriniz bu ayda qəbuldur. Bilirsiniz, əməlin qəbul olması sizə sadə gəlməsin. Hədislərdə var, kim bir təkbir desə, bir təkbiri qəbul olunsa, 2 rükət namazı qəbul olunsa, o artıq nicat tapıb. Ömründə elədiyin əməldən bircəciyi qəbul olunsa, bütün əməllərin qəbuldur. Ramazan ayında Peyğəmbər zəmanət verir, deyir, nə etsəniz qəbuldur. Yəni, işi asanlaşdırır Ramazan ayında əməllərin qəbul olunmasını. Heç nə eləmirsən, yatmısan, yuxudasan, Navmukum fihi ibadə. Yuxunuz bu ayda ibadətdir. Yatmağınız ibadətdir. Ənfasukum fihi təsbih. Nəfəsiniz təsbihdir. Yəni, sən hesabla ki, Ramazan ayı daxil olandan sonuna qədər nə qədər nəfəs alırsan, nəfəsinə təsbih savabı yazılır. Heç nə eləməsən belə. Şeytan zəncirlənir, insanlar ya günah eləmir bu ayda,
ya az günah eləyir. Digər tərəfdən buyurur ki, du'aytum fihi ila ziyafetillah. Allahın ziyafətinə dəvət olunmusunuz. Bilirsiniz, qonaqlıqda adamla hüquqi davranmırlar ki, idarəyə girirsən, nə deyirlər? Deyirlər, burada otur, ora keç, burada gözlə, qaydalar var. Görmürsünüz, qonağı çağırsınlar, qonaqla bu şəkildə davransınlar, yox. Qonaq gəldisə artıq ondan hörmət, mərhəmətlə davranılır. Qeydsiz, şərtsiz, ancaq ona ikram edilir, ehsan edilir. Allah da deyir, bu bir ziyafət süfrəsidir. Allah rəhməti ilə davranır, sərt davranmır, qonaq qarşılayır bir-bir, hər birinizi, qonaq kimi qarşılayır. Hüquqi davranış yoxdur bu ayda. İndi bütün bunları dedik, bunlar nədir? Ramazan ayının asanlığıdır da, elə deyil. Ramazan ayında bu işlər asanlaşır, Allaha yaxınlaşmaq asanlaşır. Bəs çətinliyi nədədir Ramazan ayının? Çətinliyi bundadır ki, rəhmət çoxaldıqca, rəhmət çoxalmağının bir qorxusu da var. Nə zaman rəhmət çoxalırsa, onun bir qorxusu da var. O nədir? Rəhmətin çoxluğundan istifadə eləməməyin qorxusu yaranır insanda. Bir şey ki, sənə dedilər, bu fürsətdir, bu hamısı adamda sevinc yaradır, şadlıq yaradır. Bəli, mənim üçün ildə bir dəfə fürsət düşüb, mübarək Ramazan ayı. Bunu fürsət kimi qəbul edəndən sonra düşünürsən ki, birdən mən bu fürsətdən düzgün istifadə eləmədim. O artıq işin çətin tərəfidir. İşin çətin tərəfidir. Bilirsiniz, cəhənnəm niyə görə elə ağır əzabdır? Cəhənnəm ona görə ağırdır ki, rəhmət çoxdur. Qiyamət günü adama deyəcəklər ki, sən bu qədər rəhmətdən istifadə etmədinsə, onda cəhənnəmə layiqsən. Sən demə, cəhənnəmi doğuran Allahın rəhməti imiş. Fikir verirsiniz, nə incə bir məqam söylənilir burada. Rəhmət nə qədər çox olursa, mərhəmət nə qədər çox olursa, bir o qədər ondan istifadə eləməməyin cəzası olur. Mən bu misalı keçmişdə demişəm. Biri var deyəsən ki, misal üçün, bir adam birinə pislik eləyib, haqsızlıq eləyib. Haqsızlıq eləyibsə əgər, bu hər halda pis haldır. Amma bir adam öz anasına haqsızlıq eləyibsə necədir? Orada hamı qınıyır, deyir də, anaya olmaz axı. Haqsızlıq hər halda haqsızlıqdır. Amma anaya qarşı edilərsə əgər, bu bağışlanmazdır. Allah da o qədər mərhəmətli və rəhəmlidir ki, ona qarşı üsyan etmək pisdir. Ona görə deyirlər ki, bu cəhənnəmi haqq eləyib. Cəhənnəmə layiq adamdır bu. Cəhənnəm ona görə bu qədər şiddətlidir. Misal üçün bir ayə deyim sizə. Buyurur ki, ud'uni əstəcib ləkum. Dua ayəsidir bu. Quranda ayədir. Allah buyurur ki, çağırın, cavab verim. Ud'uni əstəcib ləkum. Məni çağırın, mən cavab verim. Deyirsən, nə qəşəng ayədir. Adamı duaya dəvət edir. Allah deyir ki, çağırın məni, mən cavab verim. Rəhmət ayəsidir, elə deyil. Dalıca nə buyurur? Arxasınca buyurur ki, İnnəl-ləzīnə yəstəkbirunə an ibadəti səyədxulunə cəhənnəmə daxirin. Deyir, kim mənim ibadətimə təkəbbür göstərib boyun qaçırsa, xar şəkildə, rüsvay şəkildə cəhənnəmə gedəcək. Baxırsan ki, rəhmət ayəsinin arxasında niyə bu sözlər işlənib? Çünki çox rəhmət nazil olur. Sən ondan istifadə eləməməyin çox böyük əzaba gətirir, çıxardır. Hamı bura qədər tərcümə eləyir ayəni. Çağırın, cavab verim. Amma o kəslər ki, mənim dəvətimə rədd cavabı verir, məni çağırmır, artıq bu rəhmət əzabı doğurur. Onlar xar şəkildə cəhənnəmə daxil olacaqlar. Bir nəfər İmam Rıza Aleyhisselama gəlir, deyir ki, bir müddətdir mən dua eləyirəm, duam qəbul olunmur, neyniyim? İmam Rıza Aleyhisselam buyurur ki, zəmanət verim, sənə duan qəbul olunacaq. Sevinir, deyir, nə yaxşı.
Ondan sonra imam bir söz deyir, bəs Allah sənə zəmanət verir, ona inanmırsan, deyir, çağırın, cavab verim. Mən deyirəm, mən İmam Rıza deyirəm, həvəslənirsən, inanırsan. Allaha inamım mənim qədər deyil. Allah sənə zəmanət verir, bax, çağırın, cavab verim. Dua edin, cavab verim. Deyir, bu ümidlənir. Sən demə, bu ümid azıymış bunda. Sonra imam ona bir söz deyir, sən razı ol, mən zəmanət verirəm ki, duan qəbuldur. Duadan qabaq ilahi razıyam, amma bu da olsa yaxşıdır. Razılıq halı ilə dua elə, mən də zəmanət verirəm, duan qəbul olunsun. Rəhmət çoxalır bu ayda, bu gözəl. Amma bir qorxu da yaranır ki, rəhmətdən birdən istifadə eləyə bilmərəm, onda çətindir. Onda vəziyyət pisləşir. Onda mən hörmətsizlik eləyərəm Allahın rəhmətinə, ədəbsizlik eləyərəm. Bir böyük adam adamı çağırır, deyir, gəl. Bu bir fürsətdir də, böyük adam səni evinə çağırır. Böyük bildiyin, hörmət elədiyin adam. Fürsətdə, amma eyni zamanda getməmək nədir? Getməmək böyük bir hörmətsizlikdir. Etinasızlıqdır. Bir böyük adamı sındırmaq istəyirsənsə, dəvətinə yox denən. İskəndər, Makedoniyalı İskəndər haqqında danışırlar. Diogenə yaxınlaşır, Diogen zahid bir adam olur. Deyir, eşitmişsiniz bunu, çox eşitmiş olarsınız. Deyir, günün altında uzanıb, zahiddir də, bütün günü çöllərdə, bayırda. Həm də filosofdur Diogen. İskəndər də şahdır, hökümdardır. Bunun yanından keçəndə gəlir, deyir, dayanır onun başının üstündə. Deyir ki, mən İskəndər sənin ayağına gəlmişəm. Nə istəyirsən məndən istə verim. Deyir, bu baxır ona etinasız, deyir, günəşin qabağından çəkil, günəşin qabağını alma. Deyir, bu əzilir ruhən. Ayrılır ondan, deyir ki, mən İskəndər olmasaydım, Diogen olardım. Bu məni, elə bil ki, bu etinasızlığı ilə sındırdı. Ola bilər, bu düz yeridir. Burada etinasızlıq yeri var idi. Amma mən bu misalı nə üçündüm? Mərhəmətli və qüdrətli Allah. Sənə deyəndə ki, nə istəyirsən verim, etinasızlıq eləməyin, onun böyüklüyünə qarşı hörmətsizliyi. Onun böyüklüyünə qarşı sayğısızlıqdır. Allahın böyüklüyünü rəhməti ilə bir yerdə tanımaq önəmlidir. Bayram namazının qunutunda baxın, Allahümmə əhləl kibriya evəl adəmə. Deyir, ilahi, ey əzəmət və böyüklük sahibi. Sonra deyir, və əhləl cud evəl cəbərud, ey yaxşılıq edən, yaxşılıq sahibi, bəxşiş edən. Əvvəl əzəmətin deyir, sonra bəxşişin deyir. Yaxud da Ramazan ayı daxil olanda gündəlik dualar var. Deyir, ya aliyyü, ya adim, ey uca və əzəmətli. Sonra deyir, ya qəfuru, ya rahim. Uca və əzəmətli, sonra deyir, ey bağışlayan və mehriban. Bu ay çox əzəmətli bir aydır və bunun əzəməti bundadır ki, rəhmət çoxdur bu ayda. Rəhmət çoxdur. Rəhmət çox olanda adam daha çox təvazökar olur. Təsəvvür edin, bir böyük adam evinə qonaqları çağırıb, süfrə açıb. Adamlar getmir qapısına. Sonra süfrəni yığır, özü tək qalır. Süfrəni yığır, bu necə hörmətsizlik olar? Ramazan ayında da Allah bizi çağırıb, təkcə oruç tutmağa çağırmayıb. İbadətə çağırır, duaya çağırır. Deyir, gəlin də sonsuz xəzinələrim sizin üzünüzə açıqdır. Rahat şəkildə gəlin mənim qapıma, hər biriniz. Ona görə adamı qorxu bürüyür. Bu rəhmətin qorxusu gəlir ki, bu geniş rəhmətdən birdən düzgün istifadə eləməsəm necə olacaq? Allahın rəhməti adamı qorxudur, adamda təvazu halı yaradır. Allah da xoşlayır insanda bu təvazu halı yaransın. Bir nəfəri peyğəmbərlərdən biri edama məhkum eləyir. Bir iş görüb ki, edam olunmalıdır. Edama məhkum eləyir və həmin adam dar ağacına aparırlar,
Allah Peyğəmbərə deyir ki, ged ona denən ki, sənə dua eləsin. Deyir, Allah, bu günahkar, bu edama məhkum olan adam, mən buna deyim, dua eləsin. Deyir, bəli, indi o sınıb, təvazu halındadır, tövbə halındadır. Allahın xoşu gəlir onun halından. Edam cəzası öz yerində, amma bunun halı yaxşı haldır. Bu halda sən Peyğəmbər də getsən, dua eləsən, onun sənin barəndə duası qəbul olunacaq. Allahın bax bu haldan xoşu gəlir, Allah bu halın müştərisidir. Ramazan ayında Allahın lütfü adamı bu hala salmalıdır. Allahın lütfü, bu qədər ki, sairə mən belə eləyəcəm, adamda bir xəcalət hissi yaratmalıdır, başlar aşağı getməlidir. Oruç tutduqca daha da baş aşağı düşməlidir. Ramazan ayı neymətdir, amma birdən mən bu neymətin şükrünü yerinə yetirmədim necə? Birdən mən bu neyməti dəyərləndirmədim necə? Allah Quranda buyurur ki, həl nücazi illəl kəfur, biz naşükürdən başqasını cəzalandırarıq mı? Naşükürdən başqasını cəzalandırarıq mı? Biz ancaq naşükürləri cəzalandırarıq. Bax, Ramazan ayının çətinliyi bundadır. Asanlığı bundadır ki, adamın əməlləri tez qəbul olunur, adam tez bağışlanır. Amma birdən bu fürsətdən istifadə eləməsəm, adamı narahat edən cəhət budur. Hədislərdə var, bir bəndə namaz qılır. Namazdan sonra durur, çıxır, gedir, salamın verir, gedir. Allah mələklərə deyir ki, bəndən məndən heç nə istəmədi. Axı, rəhmət qapısı namaz vaxtı açılır. Bu məndən heç nə istəmədi. Mənə ehtiyacı yoxdur. Yoxsa elə bilir, yalan deyirəm, məni çağırın, cavab verin. Bu eləmədi. Bu mənə etinasızlıq elədi. Ondan sonra buyurur ki, onda mən də onun namazını qəbul eləmirəm. Görürsünüz, rəhmət gəldi həmin vaxtda. Sən ki, rədd cavabı verdin, elə belə olmur. Ondan sənin namazın qəbul olunmur. Nə zaman eşitsiniz ki, xüsusi rəhmət qapısı açılır, biraz da ehtiyatlı olun, diqqətli olun. Mərhəmətli olun. Bu ayda Allahın mərhəmətinə mərhəmətlə cavab verin, Allahın mərhəmətinə məsuliyyətlə cavab verin. Bismillahirrahmanirrahim. Bu il Ramazan ayının biri, ilk günü fevral ayının 19'una gözlənilir. Fevral ayının 18'ində Azərbaycan səmasında yeni ayın görünəcəyi proqnozlaşdırılır. Müqəddəs ayın fevral ayının 19'una təsadüf edəcəyi gözlənilir. Ramazan bayramının isə martın 20'sində qeyd ediləcəyi gözlənilir. Ey insanlar! Şübhəsiz Allahın ayı bərəkət, rəhmət və bağışlanma ilə bərabər sizə doğru gəlir. Bu ay Allahın yanında ən əzəmətli ay, onun günləri ən yaxşı günlər, gecələri ən üstün gecələr, saatları isə ən dəyərli saatlardır. Bu ayda hamınız Allahın ziyafətinə dəvətlisiniz. Hamınıza Allahın kəraməti şamil olunacaq. Bu ayda nəfəsiniz zikr, yuxunuz ibadət, əməliniz qəbul və duanız eşidilmiş olacaq. Saf niyyətlə Allahdan diləyin ki, sizi oruç tutmağa və Qur'an oxumağa müvəffəq etsin. Bu əzəmətli ayda ilahi rəhmətdən məhrum olan kəs ən bədbəxt kəsdir. Əziz Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləm Şəbaniyyə xütbəsindən. Bu ayın yeganə vacib ibadəti oruc olsa da, belə bir mənəvi fürsətdən yararlanmaq və dünyada ikən behişti hiss etmək üçün müxtəlif ibadətlər tövsiyə olunur. Yaxşıdır ki, insan bu ayı Allahı istənilən zikirlə tez-tez zikr etmək, çoxlu salavat demək, daim bağışlanma diləmək və dua etməklə keçirsin. Təbii ki, Quran-ı Kərimin nazil olduğu bu ayda mümkün qədər ilahi ayələri oxumaq, onların tərcümə və təfsiri ilə tanış olmaq, üzərində düşünmək gərəkdir. Ha belə, hər gün moizə məclislərinə və cəmaat namazlarına qatılmaq üçün çalışmaq lazımdır. Oruç tutanlar unutmamalıdır ki,
Bu ibadət yalnız ac qalmaq deyil, oruc iradənin möhkəmlənməsi, özünü tərbiyə, imkansızların halını yaşama və başqalarına xidmət vasitəsilə Allah'a bağlanmaq deməkdir. Ona görə də ardıcıl sədəqə vermək, incidənlərimizi bağışlamaq, qohumları ziyarət etmək, iftar və imsak süfrələri açıb qonaq çağırmaq, diqqətimizə ehtiyac duyanlara diqqətcil olmaq və ətrafdakılarla mehriban davranmaq bu ayda xüsusi əhəmiyyətə malikdir və orucun keyfiyyətinə təsir edir. Bu ayda imkan daxilində 3 dəfə Cövşən-i Kəbir, hər səhər Əbu Həmzə-i Somali, hər axşam iftitah dualarını oxumaq, hər gecə 2 rükətli, hər rəkətdə Fatihədən sonra 3 dəfə İxlas surəsini oxumaqla namaz qılmaq, Qədr gecələrində əhya saxlamaq və vacib namazlardan sonra aşağıdakı duaları oxumaq tövsiyə olunur. Ey uca, ey əzəmətli, ey bağışlayan, ey mərhəmətli, sən misli olmayan, eşidən və görən əzəmətli Rəbbisən və bu həmin aydır ki, onu digər aylardan əzəmətli, kəramətli, şərafətli və fəzilətli etmisən və bu həmin aydır ki, onda oruç tutmağı mənə vacib buyurmusan. Bu ay Ramazan ayıdır, o ay ki, haqqı nahaqdan ayıran və hidayət üçün aydın dəlil olan Qur'anı nazil etmisən. 1000 aydan daha xeyirli etdiyin Qədr gecəsini də bu ayda qərar vermisən. Ey minnət edən, lakin minnət çəkməyən, lütf etdiklərin kəsləri cəhənnəm atəşindən azad edib, cənnətə daxil etdiyin kimi mənə lütf et. İlahi, qəbr əhlini sevindir. İlahi, bütün fəqirləri zəngin et. İlahi, bütün acıları doydur. İlahi, bütün paltarsızları geyindir. İlahi, bütün borcluların borcunu qaytar. İlahi, bütün qəmlərə son qoy. İlahi, bütün qəribləri evinə qaytar. İlahi, bütün əsirləri azad et. İlahi, müsəlmanların hər işində pərişanlığı islah et. İlahi, bütün xəstələrə şifa ver. İlahi, yoxsulluğumuzu öz zənginliyinlə aradan apar. İlahi, pis halımızı öz yaxşı halınla əvəz et. İlahi, borclarımızı ödə və fəqirliyimizi ehtiyatsızlıqla dəyiş. Həqiqətən sən hər şeyə qadirsən. Təbii ki, Ramazan ayının başlanğıcı onun hilalının görsənməsi ilə əlaqədardır. Müqəddəs Ramazan ayının ilk gecəsinin əməlləri. Bu gecə niyyət axşamıdır. Sabah 11 ayın sultanı mübarək Ramazan ayının ilk günüdür. Ramazan ayının ilk gecəsinin əməlləri. Bizi qibləyə əyləşin, əllərini göyə qaldırıb, mübarək Ramazan ayının hilalına xitab edin, deyin. Rabbi və Rabbəkəllah, Rabbel aləmin. Allahümmə əhilləhu aleyna bil-əmni, vəl-imani, vəl-səlamati, vəl-islami, vəl-müsərraati ilə mə tuhibbə və tərzi. Allahümmə bərikə lənə fi şəhrina hədə, vərzuqna xeyrəhu və əvnəhu vəsrif ənna. Zurrəhu və şərrəhu və bələəhu və fitnə. Tərcüməsi belədir. Rəbbim və Rəbbin aləmlərin Rəbbi olan Allahdır. İlahi, bu ayı bizim üçün əmniyyət, iman, salamatlıq, İslam, sənin sevdiyin və razı olduğun işlərə tələskənliklə başlat. İlahi, bu ayı bizə bərəkətli et. Onun xeyr və nüsrətini bizim ruzimiz qərar ver. Onun zərərini, şərrini, bəlasını və fitnəsini bizdən uzaqlaşdır. Mübarək Ramazan ayının ilk gecəsinin quslu. Qusul niyyəti ilə qusul almaq.
Ramazan ayının ilk gecəsinin namazı niyyəti ilə 2 rükət namaz qılmaq. Hər rükətdə həmddən sonra Ən'am surəsi oxunur. Bu gecədən başlayaraq ta axırıncı gecəyə qədər 1000 rəkətlik namaza başlamaq. Həmin 1000 rəkət gecələr arasında bölüşdürülüb. Ətraflı məlumat üçün Məfatihül Cinan kitabına müraciət edə bilərsiniz. İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunan bu duanı oxumaq. Allahümme Rabbi şəhri Ramazan, munəzziləl Qur'an, həzə şəhru Ramazan, əlləzi ənzəltə fihil Qur'an, və ənzəltə fihi əyətin, bəyyinətin minəl huda vəl furqan. Allahümme rzuqna siyamahu və inna على قيامه اللهم سلمه لنا وسلمنا فيه وفسلمه منا في يسر منك ومعافى واجعل فيما تغزى وتقدر من الأمر المفتوم وفيما تفرق من الأمر الحكيم في ليلة القدر من الغزائل الذي لا يرد ولا يبدل أن تكتبني من حجج بيتك الحرام المبرور حجهم المشكور سعيهم المغفور ذنوبهم المكفر عنهم سيئاتهم واجعل فيما تقضى وتقدر أن توتلا أمري وتوسع علي من الرزق الحلال. İlahi, ey Ramazan ayının Rəbbi, ey Qur'anı nazil edən, bu haqqını haqdan ayıran və hidayət üçün yol göstərən ayələri bəyan edən, Qur'anı nazil etdiyin Ramazan ayıdır. İlahi, onun oruclarını tutmağı bizə nəsib et. Onun əhyalarını saxlamaqda bizə kömək et. İlahi, bu ayı bizim üçün salamat et. Bizi bu ayda salamat et. Bizdən asanlıqla və salamatlıqla qəbul et. Qədr gecəsində dəyişilməz qəza və qədərinlə. Adımı öz evinin zəvvarlarının, hacıların siyahısına yaz. Mənə həcc qismət elə. Adımı o hacıların siyahısına yaz ki, hacıları qəbul, səyləri qiymətli, günahları bağışlanmış, pislikləri yuyulmuş olsunlar. Ömrümü uzat və yaşadığım müddətcə mənə çox halal ruzə əta et.